Mənə kömək eləyin uşaqlar. Burdan nə alınan? Neçə bucaqlı alacaq? 3 bucaqlı yandan da metil birləşəcək. Bəli, 3 bucaqlı. Xlorlar bu xlorla bu xlorun arası 1, 2, 3 bucaq alınacaq. Yanında da bir dənə metil var. CH3 var burada. Həmin CH3-ü bura birləşdir. Üzərinə gəl sink xlor. Baxın uşaqlar bir dənə. Bu şəkil. Və yaxud üzərinə gəl sink. Uşaqlar bura baxın. İndi yenə də neçə bucaqlı alınır? Xlor olan yerdən saysaq 1, 2, 5 3, bucaqlı. 4, 5 bəli. Burada bir dənə 5 bucaqlı alınır. Amma dimetil. Baxın, bir dənə 5 bucaqlı. Bu bizdə 5 bucaq. İndi uşaqlar diqqətlə qulaq asın. Görək bu radikallar hara birləşir. Baxın, indi Leyla sənin dediyin kimi istəyirsən o dünən dediyini nömrələmək, istəyirsən elə nömrələyək. Uşaqlar baxın, məsələn, nə edirəm mən? Tutaq ki, burada hər bir karbonu nömrələyirəm. Məsələn üçün deyirəm. Bura mənim birinci karbonum olsun, indi rahat olsun sizə deyirəm. Bura 2 olsun, bura 3 olsun, 4 olsun, 5 olsun. İndi deyirsiniz ki, müəllim, o biri karbonu niyə nömrələmədiniz? Nömrələyəndə həmişə çalışın xlorlar olanları, çünki bir xlor olan yerdən bağlayıram axı, ona görə. İndi uşaqlar, burada da tutaq ki, bu bizdə birinci karbon. Birinci karbonda heç nə yoxdur. Xlor var, o heç. O xlorlar onsuz da gedib nə ilə birləşəcək? Sinklə birləşəcək. İkinci karbonda uşaqlar görürsünüz CH3. Onda mən də burada belə eləyim, tutaq ki, nömrələyirəm. Məsələn, 1, 2, 3, 4, 5. İkinci karbonda CH3 görürsünüz, mən bura CH3. Bir də dördüncü karbonda CH3 görürsünüz, CH3. Bir dənə də CH3-ü siz harada gördünüz uşaqlar? Baxın. Bir də CH3-ü hansı karbonda görürsünüz? 5-ci karbona baxın. 5-də. 5-də görürsünüz. Burada bir dənə CH3. Hazır. Amma bunu eləyəndən sonra bunun adını birdən soruşsa sizdən. Bunun adı belə olmaz da. Bunu nömrələyəndən sonra bu nömrələri sil. Bunu sadəcə burada bu nömrələri eləyirik. Nəyə görə? Burada bu nömrələri eləyirik. Üzr istəyirəm, bunu bərpa edin. Hə. Biz burada bu nömrələri nəyə görə eləyirik uşaqlar? Bu nömrələri eləyirik ki, bunun radikallarını yaza bilir. Amma adlandıranda nə edirsiniz? Adlandıranda belə adlandırırsınız. İndi nömrələri necə yazarsınız? Qayda bilirsiniz axı. Qayda necə idi? Şaxə yaxın olan şey